Mətnin əvvəlində qoyulmuş nöqtələrin yerinə uyğun gələn cümləni müəyyənləşdirin. Baxaq, birinci abzasda yazılıb ki, analarından ayrı düşən cücələr nə edəcəklərini bilmirdilər. Onlar yağışın altında hara gəldi qaçırdılar. Deməli, buradan məlum olur ki, yağış yağır, düzdürmü? Yəni günəşli gün deyildi, yağış yağırdı. Arzu şirin yuxuda idi, bu da uyğun gəlməz. Niyə? Çünki növbəti abzası deyir ki, Arzu cücələri ağacın altında toplamağa çalışsa da alınmadı. Yəni Arzu yatmırdı, yuxuda deyildi, oyaq idi. Cavabımız oldu B variantında. Cümləni necə tamamlasaq doğru olar. Arzu çalışırdı ki, mətndə Arzu nə etmək istəyirdi? Arzu istəyirdi ki, cücələri yağışda islanmaqdan qorusun. C variantı doğru cavabdır. Cücələr oynamağa çalışmırdı. Xeyr, çünki yağış yağırdı. Onun tək istədiyi o idi ki, cücələr islanmasın. Cücələri gizlədib ana toyuğu qorxutsun. Belə bir istəyi də yox idi onun. Sadəcə cücələr özləri analarını tapa bilmirdilər. Ana toyuğu tapa bilmirdilər deyə ortalıqda qaçışırdılar. Düzdürmü? C variantı doğru cavab oldu. Qırmızı hərflərlə verilmiş söz verilənlərdən hansı ilə əvəzlənsə cümlənin mənası dəyişməz. Qırmızı hərflərlə kəsdi söz verilib. Birazdan yağış kəsdi. Birazdan yağış sustu məntiqi olaraq uyğun gəlmir. Birazdan yağış oynadı, bu da yenə bizim cümlədə uyğun gəlməz. Birazdan yağış dayandı. Bəli, dayandı, kəsdi. Bir-birini əvəz edə bilərik. Birazdan yağış dayandı demək olar. Cavabımız oldu C variantında. Mətnə ikinci ad verməli olsaq, hansı ad daha uyğun gələr? Dostlar, C-dən başlayaq baxmağa. Arzunun qəddarlığı uyğun gəlməz. Niyə? Çünki Arzu tam tərsi mərhəmətli idi. Düzdür, o cücələrə kömək eləmək istəyirdi. İstəyirdi ki, cücələr islanmasın. Ac qalan cücələr fikri də yanlışdır. Çünki cücələrin ac qalması haqqında bizə heç bir məlumat verilmir. Düzdür, Arzu onları bir yerə toplamaq üçün dəniz istifadə edir. Amma cücələri toplamaqdakı məqsəd, cücələri toplamaq idi da məqsəd. Əslində cücələr ac deyildilər. Cücələr islanmışdılar. Cücələrin sevinci fikrini götürə bilərik. Sonuncu abzasa baxaq. Ana toyuğun səsi gələn kimi cücələr sevinclə onun yanına qaçdılar. Bu fikir bizim mətnə uyğun fikirdir. A variantını götürmək olar. Verilənlərdən hansı mətnə görə səhvdir? Adı yazıb, Arzunun gətirdiyi qab işə yaramır. Tam tərsi, qab işə yarayır. Çünki yemi görüb qaçan cücələr qabın altında yağış yağmadığını görürlər və bir-birlərinə sığınıb dayanırlar. Yəni qab işə yarayır. Şərtdə də bizdən səhvi soruşurdu. A variantı ilə səhvdir. Digər variantlara da baxaq. Arzu cücələri ağacın altında toplaya bilmir. Bəli, bu doğrudur. İkinci abzasda yazıb ki, Arzu cücələri ağacın altında toplamağa çalışsa da alınmırdı. C-də yazıb, cücələr sonda ana toyuğu tapırlar. Bu da doğru fikirdir. Çünki yazıb ki, ana toyuğun səsi gələn kimi cücələr sevinclə onun yanına qaçırlar. Deməli, səhv sadəcə A variantında oldu. Müəllimin lövhəyə yazdığı söz haqqında hansı şagirdin dediyi fikir doğrudur? Dostlar, şagirdlər saitlər haqqında, sait səslər haqqında danışır. Biz də bilirik ki, sait səsləri dəyərləndirmək üçün sözün yazılışına yox, deyilişinə baxmalıyıq, düzdürmü? Mehribanlıq necə tələffüz olunacaq? Mehribanlıq kimi. İndi baxaq. Sözdə yalnız dodaqlanan saitlər iştirak edir, deyir birinci şagird. Baxaq. E, I, A, I. Hamısı dodaqlanmayan saitdir. Bu yanlış fikirdir. Sözdə yalnız dodaqlanmayan saitlər iştirak edir. Bəli, bu doğrudur. Biraz əvvəl dedik ki, E, I, A, I, dördü də dodaqlanmayan saitdir. Doğrunu tapdıq. Sözdə həm dodaqlanan, həm dodaqlanmayan saitlər iştirak edir. Bu da yanlışdır. Çünki bayaq dedik ki, sözdə heç bir dodaqlanan sait yoxdur. Cavabımız oldu B variantında. Hansı bəddəki şəkli saitlə başlayan sözlərə aid şəkillər ümumi məna qrupuna aid cədvələ aid etmək olmaz? Baxaq. A variantında ulduz görürük. B-də günəş. C-də isə ay. Həm ulduz, həm də ay sözü saitlə başlayır, düzdür? Ulduz U ilə, ay A ilə başlayır. Günəş isə G hərfi ilə başlayır və G hərfi samitdir. Deməli, günəş sözünü bu qrupa, saitlə başlayan sözlərə aid şəkillər qrupuna aid edə bilmərik. Cavabımız oldu B variantına. Hansı fikri mətnə əsasən söyləmək olmaz? Gəlin şeiri oxuyaq. Ağacdan kəndir asıb, qurmuşam bir yelləncək. Bu yelləncəyim mənim, elə qəşəngdir, qəşəng. A variantı. Yelləncəyi uşaq üçün atası asmışdır. Bu fikir yanlışdır. Çünki uşaq deyir ki, ağacdan kəndir asıb, qurmuşam bir yelləncək. Yəni, mən özüm qurmuşam. Uşaq özü qurub. Atası yox. Bu fikir mətnə əsasən yanlışdır. Cavabımızı tapdıq. Digər variantlara da baxaq. Yelləncək ağacdan asılmışdır. Bəli, ağacdan kəndir asıb qurmuşam bir yelləncək. Yəni, yelləncək ağacdan asılıb. Yelləncək uşağın xoşuna gəlmişdir. Bu da doğru fikirdir. Çünki deyir ki, bu yelləncəyim mənim elə qəşəngdir, qəşəng. Yəni, xoşuna gəlib. Cavabımız olduğuna görə də A variantında.
Hansı fikir doğrudur? A variantı. Tətil sözünü sətirdən sətrə keçirmək olmaz. Tətil. Niyə də olmasın? Keçirə bilərik. Elan sözünü sətirdən sətrə keçirmək olar. Elan. Əgər sətirdən sətrə keçirməyə çalışsaq, dostlar, tək hərf bir sətrin sonunda qalmalıdır. Lan isə digər sətrin qabağına keçməlidir. Biz bilirik ki, qaydaya əsasən bunu eləyə bilmərik. Tək hərf sətrin sonunda qala bilməz. İki sözünü sətirdən sətrə keçirmək olmaz. İki. Eyni şəkildə i-ni sətrin sonunda saxlayıb ki-ni o biri tərəfə keçirə bilmərik. Yəni bu sözü həqiqətən də sətirdən sətrə keçirmək olmaz. Şərtdə də bizdən doğru ifadəni soruşurdu. C variantı doğru cavab oldu. Hansı şəkil mütaliə etmək sözünün mənasına uyğun gəlir? Mütaliə etmək kitab oxumaq deməkdir. A variantındakı oğlan kitab oxumaqla məşğuldur. A variantı doğru cavabdır. Hansı sözdə yalnız qalın saitlər işlənmişdir? Dostlar, sait, samit haqqında danışırıqsa mütləq sözün tələffüzünə baxmalıyıq. Məşhurlaşmaq, məşhurlaşmaq kimi tələffüz olunur. Soyuqlamaq, soyuqlamaq şəklində tələffüz olunur. Son olaraq ümidlənmək isə ümidlənmək kimi tələffüz olunur. İndi gəlin baxaq. Məşhurlaşmaq sözündə incə, u qalın, a qalın, a qalın. Təkcə qalın olmadı, incə də oldu. Soyuqlamaq sözündə o, u, a. Hamısı qalın. Biz cavabımızı tapdıq. Ümidlənmək sözündə ü incə, i incə, ə. Ümidlənmək sözündə ümumiyyətlə hamısı incədir. Deməli, yalnız qalın saitlər oldu soyuqlamaq sözündə. B variantı doğru cavabdır. Verilənlərdən hansının səbəbini mətndə müəyyən etmək mümkün deyil. Mətni oxuyaq. Banuya yaşıl rəngdə yarpaq lazım idi. Amma payız fəsli olduğu üçün bütün yarpaqlar saralmışdı. Banu yaşıl yarpaq tapmaq üçün parka tərəf getdi. A-da yazıb ki, yarpaqların saralmasının səbəbi mətndə verilib. Niyə? Deyir ki, çünki payız fəsli olduğu üçün yarpaqlar saralıb. C-də yazıb ki, Banunun parka niyə getdiyini, bunun da səbəbini bilirik. Banu parka yaşıl yarpaq tapmaq üçün gedir. Banunun niyə yaşıl yarpaq axtardığı isə bizə məlum deyil. Mətndə belə bir informasiya verilməyib. Cavabımız oldu B variantında. Verilmiş əlamətlərə uyğun gələn sözün şəkli hansı bənddə verilmişdir? Hündür, həm bina, həm zürafə, həm də ağac hündür ola bilər. Yarpaqlı bina ya da zürafə yarpaqlı ola bilməz. Yalnızca ağac yarpaqlı ola bilər. Kölgəli də həmçinin ağacın kölgəsi olar. C variantı doğru cavab olacaq. Kiçik şeirə əsasən 14 və 15-ci sualları cavablandırın. Şeiri oxuyaq. Yarpaq açmadı. Küləkli yerdə güllü güləkdir. Dedilər, güllü, bura küləkdir. Deyilən sözlər onu açmadı, güllünün gülü yarpaq açmadı. Güllünün əkdiyi gül niyə bitmədi? Şeirdə nə deyilir dostlar? Çünki güllü onu külək əsən yerdə əkmişdi. Güllüyə nə deyirlər? Deyirlər ki, bura küləkdir, sənin gülün açmayacaq. A variantı doğru cavabdır. Gülə su verməmişdi ya da gülü pişik əzmişdi. Belə bir məlumat şeirdə qeyd olunmayıb. Cavabımız A variantında olacaq. Hansı fikir doğrudur? Güllü gülü dərib anasına verdi. Belə bir məlumat yoxdur mətndə. Gülü yarpaq açanda güllü sevindi. Tam tərsi, güllünün gülü yarpaq açmır. Güllü deyilən sözlərə qulaq asmadı. Bu doğru fikirdir. Çünki güllü həqiqətən də insanların ona tövsiyəsinə qulaq asmayaraq gülü çox küləkli yerdə əsir. Ona görə də gül açmır. C variantı doğru cavab oldu.